manat verdim ki arıqlayım. Bu da bunun nəticəsi. Yəni heç bir fayda vermədi. Emilia Quliyeva kimi artıq çəkidən xilas olmaq üçün WhatsApp qruplarına qoşulanların sayı heç də az deyil. Məqsədləri isə daha incə və fit görünməkdir. Müasir dövrdə bu sadəcə arzu yox, bəzən sosial təziyə çevrilir. Nəticə elə müsahibim kimi çoxlarına müsbət yox, mənfi təsir edir. Qruplara demək ki, mən internet vasitəsilə tapdım. 10 manata idi. Qoşuldum həmin o qruplara, amma heç bir faydası olmadı. Heç məndən soruşmadılar ki, məndə şəkər xəstəliyi var, davleni var. Yəni get-gedə, günü-gününə məndə pisləşmə getdi. Şəkərim də qalxdı, davlenim də oldu. Yəni heç bir fayda vermədi. Marafon diyetlər deyirlər, öz fəaliyyət diyetlərdən qrup şəklində 10 nəfər, 20 nəfər bir yerdə onlara hansısa bir nümunə diyet atılır və hamı bunu edir və bu zaman insan daha artıq fəsadlarla üzləşib. Çünki onun orqanizminin bioxüsusiyyətləri bilinmədən, heç bir analiz verilmədən və yaxud yəni əsas onu kökəldən səbəb bilinmədən hər kəsə şamil olan bir yazıdır, hər kəsə yollanılıb. Bu xeyrindən çox ziyanını verib. Heç bir şəkildə əzələ dəstəyini hesablamırlar. Yəni orqanizmin vacib resursu ki, əzələ də yerində qalsın. O zaman bu insanlarda ilk öncə hipoglikemik vəziyyətlə rastlaşırıq. Yəni bu nədir? Şəkərin ani düşməsi.